Salam əziz tələbələr. Bu gün sizlərlə sayı perimetr dərsinin 3-cü səviyyəsini çəkəcəyik. Deməli, 3-cü səviyyə ilk sual. Deyir, bərabər kvadratlardan təşkil olunan aşağıdakı şəkildə rənglənmiş hissənin sahəsi 48 sm kvadrat olarsa, böyük kvadratın perimetri neçə santimetr olur? Bax, deməli, rənglənmişlər deyir 48-dir və 3 dənə rənglənmiş kvadratım var. Deməli, 3-ü 48-dirsə, hamısı da bir-birinə bərabərdirsə, o zaman mən bunların birinə A desəm, 3A olur 48. Və A da olur nə? 16. Deməli, bunların birinə A demişdimsə, bunların birinin sahəsi 16-dır. Sahəsi 16 olan kvadratın tərəfi nə olur? Təbii ki, 4 olur. Birlikdə biz ki, 4-ün kvadratı 16-dır və s bərabər nə? A kvadratına. A-nın yerinə elə rəqəm qoymalıyam ki, 16 eləsin. Deməli, tərəfi 4 olur. Tərəfi 4-dürsə, burada 4-dür, burada 4. Ümumi böyük kvadratın tərəfi olur 12. Və böyük kvadratın perimetrini istəyirsə, 12-ni vururam nəyə? 12-ni vururam 4-ə, çünki 4 A-ya bərabərdir. Kvadratın perimetri 4A-dır. Bu deyir 48. Növbəti sualımız ikinci sual. İkinci sualda deyir ki, bizə rənglənməmiş hissənin sahəsi rənglənmiş hissənin sahəsindən 36 sm kvadrat böyük. Deməli, bax mən bu zaman rənglənməmişdən, yəni rənglənməmiş neçə dənə kvadrat var? 5 dənədən çıxıram rənglənmişlərin sayını. 1, 2, 3, 4. Bunların birinə A desəm, 5A-dan 4A-nı çıxıram. Qalır A. Deməli, yerdə qalan həmin A-nın sahəsini veribdir ki, mənə 36. Çünki deyir ki, ağların sahəsi rənglənmişlərin sahəsindən 36 vaid böyükdür. Əgər mən ağların sayından bozların sayını çıxıram və A qalırsa, həmin o hissəyə bərabər olmalıdır. Deməli, bunun birinin sahəsi 36-dır. Və deyir, böyük kvadratın sahəsi neçə santimetr kvadratdır? Böyük kvadrat 9 dənə belə balaca kvadratdan əmələ gəlir. Yəni 9-u vururam nəyə? 36-ya. 9-u da 36-ya vuranda nə qədər eləyir? 324. Yəni böyük kvadratın sahəsi 324-dür. Növbəti sualımız üçüncü sual. Üçüncü sual deyir, bərabər kvadratlardan təşkil olunan aşağıdakı şəkildə böyük kvadratın perimetri 96 sm olarsa, böyük kvadratın perimetri 96-dırsa, deməli mən nə etməliyəm? 4A-nı bərabər eləməliyəm 96-ya ki, bir tərəfini tapım. Bu zaman A bərabər olur 24-ə. A 24-dür. Yəni bunun bir tərəfi 24-dür. Və hər bir balaca kvadrat o zaman neçə düşür? 3 dənə daxı burada balaca kvadrat. Deməli 24-ü 3-ə bölməliyəm. Buna da 8 düşür, buna da 8 düşür, buna da 8 düşür. Mənə deyir ki, rənglənmiş hissənin sahəsi neçə santimetr kvadrat? Əgər bir dənə balaca kvadratın tərəfi 8 isə, onun deməli sahəsi nə qədər olur? 64 olur. Və burada rənglənmişlərin sayı neçə dənədir? 5 dənə. Məndən 5 dənə rənglənmiş istəyirsə, 5-i vururam 64-ə. Bu deyir 320. Yəni, rənglənmişlərin sahəsi 320-dir. Növbəti sualım dördüncü sual. Dördüncü sualda deyir ki, bərabər kvadratlardan təşkil olunan aşağıdakı şəkildə rənglənməmiş hissənin sahəsi 150-dir. Rənglənməmiş hissə. Gəlin görək rənglənməmiş hissədə neçə dənə kvadrat var? 1, 2, 3, 4. Aha, mən bilirəm ki, bu ikisini birləşdirsəm 5 olur. Yəni bir dənə kvadrat əmələ gəlir. Bu ikisini də birləşdirsəm 6 olur. Yəni bir dənə kvadrat əmələ gəlir. Bu ikisi bir dənə kvadrat yaradır, bu ikisi bir dənə. 6 dənə kvadratımın sahəsi 150-dirsə, o zaman bir dənə kvadratımın sahəsinə düşür 25. Yəni bunların birinin sahəsi 25-dir. Bir dənəsinin sahəsini mən bilirəm ki, 25-dir. Deyir, böyük kvadratın sahəsi neçə santimetr kvadratdır? Burada da 9 dənə balaca kvadrat. Deməli, 25-i vuracam nəyə? 9-a. Bu da eləyəcək nə qədər? 225. Ümumi böyük kvadratın sahəsi 225-dir. Növbəti sualın 5-ci sual. 5-ci sualda deyir ki, rənglənmiş hissənin sahəsi rənglənməmiş hissənin sahəsindən 147 sm çoxdur. Aha, rənglənmişlərin sayına baxsaq. 1, 2, 3, 4. Bu ikisini birləşdirsəm 5. Bu ikisini birləşdirsəm 6.
2 dənə yarım üçbucaq birləşir, bir dənə kvadrat əmələ gətirir də. Deməli 6 dənə rənglənmiş var. Yerdə qalır 3 dənə balaca kvadrat. Çünki ümumi 9 dənə kvadratdır burada. 6-dan 3-ünü çıxıram, eləyir 3. Niyə çıxdım? Çünki deyir ki, rənglənmişlərin sahəsi rənglənməmiş hissənin sahəsindən 147 sm çoxdur. Yəni yerdə qalan 3 dənənin deyir də. Yerdə qalan 3 dənənin sahəsi 147-dirsə, birinin sahəsinə düşür. Nə qədər? 49. Necə yapdım? 147-ni böldüm 3-ə. Ki, birinin sahəsinə nə qədər düşür? Bunun birinin sahəsi 49-sa, o zaman tərəfi nə qədərdir? Tərəf 7. 7-nin kvadratı 49 eləyir də. Aha, deməli bu da 7-dir, bu da 7-dir. Onda bir tərəf olur sadəcə 21 və perimetri istəyirsə 21-i vurmalıyam nəyə? 4-ə. Bu deyir 84. Növbəti sualım 6-cı sual. 6-cı suala baxsaq deyir ki, bərabər kvadratlardan təşkil olunan aşağıdakı şəkildə rənglənməmiş hissənin sahəsi 12 sm kvadrat varsa, rənglənməmişi deyir. Burada 1, 2, ikisi birləşir bir dənə kvadrat əmələ gətirir. Bu ikisi də birləşir bir dənə kvadrat əmələ gətirir. Cəmisi 3 dənə burada kvadrat var, rənglənməmiş. Bu üçünün sahəsi deyir 12-dirsə, onda birinin sahəsinə düşür nə? 4. Birinin sahəsinə 4 düşür. Rənglənmiş hissənin sahəsini istəyir. Aha. Bunların deməli 3-ü rənglənməyibsə, burada neçə dənə kvadrat var? 9 dənədir də. Deməli 6-sı rənglənmişdir. Bir dənəsinin sahəsi 4-dürsə, 6-sının sahəsini tapanda 6-nı vuracam nəyə? 4-ə. Bu deyir 24. Burada 6 dənə rənglənmiş kvadrat var və hər birinin sahəsi nədir? 4-dür. 6-nı da 4-ə vururam. Eləyir 24. 6 dənə 4. Növbəti sualım 7-ci sual. Deməli 7-ci sualda necə edirik? 7-ci sualda ilk növbədə mən bilirəm ki, bu fiqurun ümumi sahəsini 2-də 1-ə vuranda mən ümumi bu ortadakı fiqurun sahəsini aldım. Bu fiqurun da tərəfi 8 adır. Bu tərəfi də 8 adır. Və vuranda eləyir 64 A-nın kvadratı. Bunu da vururam 2-də 1-i. Niyə? Çünki bayaq biz dedik ki, ortadakı fiqurun sahəsini tapanda özündən böyük fiqurların sayı qədər 2-də 1-ə vurur. Bunu 2-də 1-ə vuranda 2-də 1 ilə 64 gedir, qalır 32 A-nın kvadratı. Amma məsələ orasıdır ki, burada mərkəzdə balaca kvadratlar var, 4 dənə. Yəni mən balaca kvadratları çıxmalıyam. Çünki məndən sadəcə nə istəyir? Bozur. Mən isə ümumini hesablamışam. Bunun da birinin sahəsi A kvadratıdır. Deməli 1A kvadratı, 2A kvadratı, 3A kvadratı, 4A kvadratı. 32-dən çıxacam 4A-nın kvadratını. Bu deyil 28A-nın kvadratı. Cavabım olur D variantı. Növbəti sualım 8-ci sual. 8-ci sualda necə hesablayırıq? Bax 8-ci sualda biz bilirik ki, bir dənə kvadratın sahəsi A kvadratı. Əgər mən bilsəm ki, burada neçə dənə kvadrat əmələ gəlib, onda bilərəm ki, sahə neçəyə bərabərdir. Vuraram A kvadratına bilərəm. Aşağıdakı şəkildə rənglənməmiş hissəni deyirsə, burada rənglənmişi tapmaq daha asandır. Mən ümumidən rənglənmişi çıxacam. Yenə fiqurun 8-in 8-ədir, yəni 64 A kvadrat edir sahəsi çıxılsın. Qaraların sahəsini çıxacam. Qaraların sahəsini necə tapıram? Bax, bu ikisi birləşir və gördüyünüz kimi neçə dənə kvadrat əmələ gətirir? 1, 2, 3, 4. 4 dənə bunlar əmələ gətirir və bu ikisi də birləşir, bir dənə əmələ gətirir. Yəni, hər belə taca oxşayan fiqur 5 dənə kvadrata bərabər. Bu da 5 dənə kvadrata bərabərdir. Bu da 5 dənə kvadrata bərabərdir. Bu da 5 dənə kvadrata bərabərdir. Elə bu 5, 5, 5, 5. Bunlar 20 elədi. Bu ikisi birləşir 21. Bu ikisi birləşir 22. Bu ikisi birləşir 23. Bu ikisi birləşir 24. Bu ikisi birləşir 25 və bu ikisi birləşir 26 dənə burada qara kvadrat var və hər birinin sahəsi də nədir? A kvadrat. Bunda 26-nı A kvadratına vururam və deyilir 26 A-nın kvadratı.
64-dən də bunun çıxanda nə qədər qalır? 38 A-nın kvadratı. Cavabım olur A variantı. Deyir, rənglənməmiş hissənin sahəsi neçə A kvadratıdır? Növbəti sualım 9-cu sual. 9-cu sualda yenə kvadratların sayını tapıb bir dənə kvadratın sahəsinə vuracaq. Bir dənə kvadratın sahəsi 2A 2A yazsa, deməli 4A kvadrat. Mən bilsəm ki, burada neçə dənə kvadrat rənglənib, vuraram 4A kvadratını. Deməli 1, 2, 3, 4. Bu ikisi də birləşir. Əmələ gətirir neçə dənə? 5 dənə. 5 dənə buradadırsa, 5 dənə də bu ikisi əmələ gətirir də. Bu eləyir 10 dənə. Və diqqətlə baxsaq, bu üç buzaqla bu üç buzağı birləşdirsəm mən 1, 2, 3 dənə kvadrat əmələ gəlir. Deməli 2 dənə üç buzağı birləşdirəndə 3 dənə kvadrat əmələ gəlir. Bu ikisini birləşdirdim 3. Bu ikisini də birləşdirdim 3. Bu oldu 6 dənə kvadrat. Və bunları toplayıram 16 dənə mənim tərtəmiz əlimdə kvadratım. 16-nı da vurmalıyam nəyə? 4A-nın kvadratına. Bunu da vuranda nə eləyir? 64 A-nın kvadratı. Cavabım olur C variantı. Növbəti sualımız 10-cu sual. 10-cu sualda da bir dənə kvadratın sahəsi 9 A-nın kvadratı. Sayaq görək burada neçə dənə kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə elə bulardır. Və bu üç buzaqla bu üç buzaq birləşir bu formada. 4 dənə, 1, 2, 3, 4 dənə kvadrat əmələ gətirir. Deməli, ikisi birləşib 4 əmələ gətirir. Bunun ikisini birləşdirdim. 4, sonra 8, sonra 12, sonra 16, sonra 20 və bir dənə də bu ikisini birləşdirdim. Oldu 24. 24 dənə də üçbucaqlar kvadrat əmələ gətirir. Bunları toplayıram. Eləyir 36. 36-nı da vurmalıyam nəyə? 9A-nın kvadratına. Bu deyir 324. Növbəti sualımız 11-ci sual. 11-ci sualda bizə nəyi bilir? Deyir ki, AB bərabərdir 2 dənə BC-yə. Yəni bu tutaq ki, bərabərdir 2x-ə. Bu da bərabərdir x-ə. Və 2x də bərabərdir 16-ya. Aha, 2x 16-dırsa, deməli x bərabərdir 8-ə. X bərabərdir 8-ə. Və burada 16-dırsa, y buranın orta nöqtəsidir. Və burada deyir, y və f nöqtələri uyğun olaraq AB və AD tərəflərinin orta nöqtələridir. Orta tərəflərdirsə, deməli nöqtələrdirsə, daha doğrusu, bunları yarıya bölür. Burada 8 düşür, burada 8 düşür. İndi 8 paralel sol tərəfə keçir. Deməli, burada 4 düşür, burada 4 düşür. Aşağı da olur 16. Və deyir, ortadakı fiqurun sahəsini hesabla. Mənim fiqurum ümumi 16-nın 8-ədir. Və 16-nı da 8-ə vuranda 128 edir. 128-dən çıxacam buradakı düz bucaqlıların sahələrini. Bu 4 vur 8, 32. 2-yə böləndə 16 eləyir. Bu 4 vur 16, 64. 2-yə böləndə 32 eləyir. Bu da 8 vur 8, 64. 2-yə böləndə 32 eləyir. Ümumi bunların cəmi 64, 16 da bu, 80. Deməli, mən 128-dən 80-ı çıxıram, eləyir 48. Ortada qalan qara hissənin sahəsi olur 48. Neynədim? Ümumi sahədən A düzbucaqlı üçbucaqların sahəsini çıxdım. Növbəti sualım 12-ci sual. 12-ci sualda necə edirik? 12-ci sualda bax sizə verib rənglənmiş hissənin sahəsini tapın deyir və verib ümumi sahəni. Ümumi sahə 256-dırsa, onda kvadratın tərəfi 16-dır. Və 16-dırsa hər bir kvadrata nə düşür? 4 dənə kvadrat var. Bölünəm 4-ə. Deməli, hərəsinə 4 düşür. Burada 4-dür, burada 4-dür. Deməli, bax, ümumi o zaman belə yazaq. Bu balaca düzbucaqlı üçbucağın tərəfi 4-dür. Bu bərabər yanlış bucağın tərəfi 8.
4 budur, 8 budur. Və bunun hündürlüyü də 8-dir bu arada. Bunu haradan tapıram? Bu da sağ tərəfdən gəlir. Yəni bu ikisi 8-dirsə, avtomatik burada 8-dir. Və əgər diqqətlə baxsaz burada 1, 2, 3, 4 dənə balaca düzbucaqlı var. 1, 2, 3, 4 dənə də bərabər yanlı bucaqlı var. 4-ü 4-ə vururam 16. Bölürəm 2-yə, bu eləyir 8. Bu 8 isə bu da 8-dir, bu da 8-dir, bu da 8. 8-i 8-ə vururam 64, bölürəm 2-yə. Bölürəm 2-yə. Bunların da hər biri neçə eləyir? Bunların da hər biri eləyir 32, 32, 32, 32. Deməli, hər biri bax toplasam 40, toplasam 40, toplasam 40, toplasam 40. 4 dənə 40. Bu eləyir 160. Deməli, ağ hissənin sahəsini tapdım 160. Amma mənə lazımdır rənglənmiş boz. 256-dan, yəni ümumidən çıxacam 160. Bu da eləyir 96. 96 burada boz hissənin sahəsidir. Növbəti sualım 13-cü sual. 13-cü sualda necə edirik? 13-cü sualda mən ilk növbədə bir hissəni ayırıram. Hansı ki, bu hissə ayrılır. Bu hissə ayrılır. Və gördüyünüz kimi sağ tərəfinə buradakı ilə. Buradakı bir-birinə bərabərdir. Bununla bu ikisi də eyni şeydir. Həmçinin bunlar, əgər fiqur bu formada verilibsə, yadınızda saxlayın. Fiqur bu formada verilibsə, yəni orta nöqtəsinə, burada da orta nöqtəsinə birləşikdir kvadratın və bu hissə rənglidirsə, bilin ki, kvadratın sahəsinin yarısına bərabərdir bunun sahəsi. Kvadratın sahəsini hesablayaq. Deməli, 2A-dır da bir tərəf. 2A-dırsa 2A, 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 2A. Deməli, bu eləyir 16A. Bu tərəfdə 16A. 16A-nı 16A-ya eləyir 256 A-nın kvadratı. Bunu da bölürəm 2-yə. 2-yə böləndə buna da düşür 128 A-nın kvadratı. Buna da düşür 128 A-nın kvadratı. Bir dənə qaldı buradakı düzbucaqlı, üçbucaqlar. Bunların da birinin tərəfi 8A-dır, digər tərəfi də 8A-dır. 8A-nı 8A-ya vuranda bu eləyir 64 A-nın kvadratı. Onu da 2-yə böləndə buna da 32A kvadratı düşür. Buna da 32A'nın kvadratı düşür. Bunları toplayıram. 32 ilə 128 bu da 160 eləyir. 32 ilə 128 bu da 160 eləyir. İkisini toplayanda ümumilikdə 320 A kvadratı eləyir. Deməli, növbəti sualımız 14-cü sual. 14-cü sualda hər bir fiquru ayrı-ayrılıqda hesablamaq lazımdır. Və sadəcə pi ilə verilibdir. Deməli, burada radiusu 1. Radiusu 1 isə 1-in kvadratı vurulsun pi. Bu sadəcə eləyir pi. Bu sadəcə eləyir pi. Bunun radiusu 4-dür. 4-ün kvadratı vurulsun pi. Amma burada nə var? Bu 4-də 1-dir. Çevrənin 4-də 1-i. Deməli, 4-ə bölməliyim. Bölünsün 4. Deməli, bununla bu gedir. Qalır 4 vurulsun pi. 4 pi. 4 pi budur. Ondan sonra bunun radiusu, baxaq nə qədərdir. Buradan baxaq bir dənə. 1, 2, 3-dür. Bunun radiusu 3-dür. Aha. 3-ün kvadratı vurulsun pi, bölünsün nəyə? Bölünsün 2-yə. Niyə 2-yə böldüm? Çünki bu çevrənin nə idi? Yarısı. Bu da eləyir 9 pi. 9 pini 2-yə böləndə eləyir 4,5 pi. Ha. Sonra bu radiusu 2-yə bərabərdir. 2-nin kvadratı vurulsun pi. Bu eləyir 4 pi. Bu eləyir 4 pi. 4 pi. Və bu radiusu 2-dir. 2-nin kvadratı vurulsun pi bölünsün 4. Çünki çevrənin nə idi? 4-də 1 idi. 4-ə də böləndə burada nə qalır? 4-ə də böləndə qalır pi. Bunu da eyni üsulla hesablayıram. 2-nin kvadratı vurulsun pi.
Bölünsün bu dəfə 4 yox. Nə? 4 yox, 2. 2 ilə 2 gedir, qalır burada da 2 pi. Ha, bunları toplayıram. Bu eləyir 10, bu eləyir 11, 12, bu da eləyir 4,5. 16,5 pi. Növbəti sualım 15-ci sual. 15-ci sualda da bir-biri hesablayırıq. Bu dəfə pi-ni 3 verir. Deməli, bunun radiusu 2-dir. 2-nin kvadratı vurulsun pi, yəni 3. Bu eləyir 12. Bu 12-dir. Ondan sonra burada bunun radiusu 4. 4-ün kvadratı vurulsun pi, yəni 3 bölünsün 4-ə. Niyə? Çünki bu çevrənin nə idi? 4-dən biri. 4 ilə 2 gedir, bu da olur 12. Bu kvadrat eni və uzunu 2-nin 2-yə. 2-ni 2-yə vuran deyir 4. Bunun radiusu 1-dir. 1-in kvadratı vurulsun pi. Bu deyir nə qədər? Elə pi, yəni 3. Pi-ni də 3 verdiyinə görə 3 tutulur. Sonra burada yenə 2-nin 2-yə 4 eləyir. Bunun radiusu 2-dir. O zaman 2-nin kvadratı vurulsun pi, yəni 3. Bölünsün nəyə? Çevrənin 4-də 1-dir. 4-dür. 4 ilə bunlar gedir. Burada qalır 3. Sonra bu 2-nin 2-yə olan 2 dənə üstbucaq var burada. 2-nin 2-yə. 2 vurulsun 2 bölünsün 2 olacaqdır təbii ki. Bunu da böləndə hərəsindən nə qədər düşür? Elə 2 düşür. 2-lər ixtisar gedir, 2 düşür. 2 buna, 2 də buna. Ha, sonra gəldik. Bir dənə düz bucaqlı üst bucağımız qaldı. Deməli, onun bir tərəfi 4-dür, bir tərəfi yenə 4-dür. 4-ü deməli 4-ə vurub 2-yə böləcək. Bu da nə qədər eləyir? Bu da eləyir 8. Və son olaraq buradakı yarım dairə qaldı. Radiusu 2-yə bərabərdir. O zaman 2-nin kvadratı vurulsun pi, yəni 3 bölünsün. Dairənin yarısıdır da. Bu tam dairə deyil. Ona görə 2-yə. 2 ilə 2 gedir. Qalır 2. 2-ni də 3-ə vuranda eləyir 6. İndi bunları cəmləyirəm. 24, 14 da bu. 38, 46, 10 da bu. 56. 56 bunun əsl cavabıdır. Növbəti sualımız deməli 16-cı sual. 16-cı sualda ilk növbədə mən bu hissəni ayırıram şəkildən. Şəkildən bu hissəni ayıraq. Niyə ayıraq bu hissəni? Çünki bu hissəni ayrıca hesablamaq daha rahatdır. Bu elə bir ki, yarım dairədir. Sadəcə çox böyük yarım dairə. Aha, və radiusu bunun nəyə bərabərdir? 2, 4, 6. Radiusu 6. O zaman belə hesablayırıq da. Onsuz da pi veribdir. 6-nın kvadratı vurulsun pi. Yarısı olduğuna görə çevrənin bölüləm 2. 36 pi-ni 2-yə böləndə 18 pi qalır. Təbii ki, məndən qara sahəni istədiyinə görə mən burada ağ sahələri çıxmalıyım. Burada deməli 2, 3 və bu da 4. 4 dənə ağ sahə burada var. Bir də bunlar. Deməli, 1-in kvadratı 1 vurulsun pi. Bu deyilir elə pi. Deməli, bunların hər biri bir dənə pi. Bu da pi'dir, bu da pi'dir. Çıxılsın deməli 2 pi. Plus nə? Plus çıxılsın 1, 2, 3, 4. 18 birdən 2 çıxanda qalır 16 bir. Çıxılsın nə? 4. Təbii ki, 4-ü unutmamalıyam da. 4-ü unutmayaq. Aha. Deməli. Amma qulaqları üstünə gəlməliyik də, düzdürmü? Qulaqların hər biri 4-ün 4-dədir. 4 vurulsun 4. 16 bölünsün 2. 8. Amma içəridə də qulaq var. Onlar da ağdır. Onlar da 2-nin 2-yə. 2 vurulsun 2 eləyir 2. 2-yə böləndə eləyir 2.
Yəni bu hissəni də 2 tapdım. Bu hissə 2-dir, ümumi 10-dur. Aha. Burada da deməli 8-dən 2-ni çıxacam. Nə qalır? 6 qalır. Deməli bu qulağa da 6 düşür. Sağdakı qulağa da 6 düşür. Bu ikisinin cəmi nə qədər edir? 12. 16 minus 4-ün yerinə üstünə gəlirəm 12. Bu deyir 16 pi üstə gələk 8. 16 pi üstə gələk 8. Növbəti sualımız 17-ci sual. Sual 17. Deməli, bu sualda necə hesablayırıq? Bax, bu sualda biz diqqətlə baxsaq, əlimizdə bəzi kvadratlar var. Bax, məsələn, bu kvadrat tamdır, tam kvadratdır. Bu kvadrat bir dənə bütöv kvadratın 4də 3 hissəsini tutur. Bu kvadrat bir dənə bütöv kvadratın 4də 1 hissəsini tutur. Bu kvadrat isə bir dənə tam kvadratın yarısını, yəni 2də 1 hissəsini tutur. Bunu necə eləmək lazımdır? Burada hər bir kvadratın sayını tapıb öz hissəsinə vurmaq lazımdır. Məsələn, buradan tutaq ki, bundan 16 dənə. 16 dənə 4də 3-üm elə. 16 vururam 4də 3-ə. İxtisar edir 4, 4 plus 3, 12. Yəni, hər birini bir-bir tapmaq lazımdır və sonda toplamaq lazımdır. Və bizdə deyir ki, şəkildə təsadüfi qeyd olunan nöqtənin rəngli hissəyə düşmə ehtimalı tapın. O zaman rəngli hissənin sahəsini böləcəm ümumi hissəyə. Ümumi hissə də burada 12-nin 12-yədir. Yəni, bu tərəfdə 12-dir, bu tərəfdə 12-dir, 144-dür. Mən qara hissəni tapıb 144-ə böləcəm. Baxaq, ilk növbədə tamları hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 başqa tam kvadrat yox. Ondan sonra 2də 1-ləri hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 50, başqa burada 51, 52, 52 dənə. 52 dənə burada yarısı var, yəni 2də 1. 52-ni vururam 2də 1-ə. Bu da eləyir 26. 26 dənə də kvadrat onlar eləyir. Ondan sonra 4də 3-ləri sayaq. 4də 3-lər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28. 28 dənə burada 4də 3 var. 28-i 4də 3-ə vururam. 4 ilə 28 gəlir 7. 7-ni 3-ə vuranda 21. 21 dənə də kvadrat bu eləyir və 4də 1-lərin sayına baxaq. Görək 4də 1-lər nə qədərdir? Deməli, 4də 1-lər 2 dənə buradadır. 2 dənə buradadır. 4 dənə. Başqa da heç bir yerdə yoxdur. Cəmsi 4 dənə. 4-ü də 4də 1-ə vuranda təbii ki, neçə eləyir? 1. Bir dənə də bu. Bunları toplayaq. 42 və bu da 22. 42-nin üstünə 22 eləyir 64. Deməli, 144-də 64.
Bunlar da deməli 8-ə ixtisar gedir. Daha doğrusu 16-ya ixtisar gedir. Yuxarıda 4 qalır, aşağıda 9 qalır. 16-ya ixtisar gedir və 9-da 4 alınır. Cavabım olur C variantı. Növbəti sualım 18-ci sual. 18-ci sualda da biz deməli hansı hissəyə düşən tapmalıyıq? Rəngli hissəyə düşmə ehtimalını. Amma burada rəngsizi hesablamaq daha yaxşıdır deyə. Mən ümumidən rəngsizi çıxacam. Ümumi nə qədər? Bunun hündürlüyü deməli 11-dir və oturacağı 12. 11 vurulsun 12 bölünsün 2. Bu deyir 66. Ümumi üçbucağımızın, yəni ABC üçbucağının sahəsi 66-dır. Bu da deyir ABC üçbucağında təsadüfi nöqtənin rəngli hissəyə düşməsi. Rəngli hissəni tapmaq üçün birinci rəngsizi tapacağam, sonra 66-dan çıxacağam və rəngli hissə qalacaq. Aha, burada ilk növbədə bu. Baxın, hündürlüyü 2-dir. Hündürlüyü 2-dir, oturacağı da 2-dir. Və bərabər yanılır. Bu da 2 vurulsun 2, bölünsün 2. Eləyir deməli nə qədər? 2. Deməli bunun sahəsi 2-dir. Bunun sahəsi 2-dir və bununla eyni olan bir dənə də üstüzaq var. O da budur. Bunun da sahəsi 2. Sonra gəldik burada düzbucaqdır. Deməli hündürlük yox, katet biri 3-dür. Katetlərdən digəri də 3-dür. Deməli 3 vurulsun 3, bölünsün 2. 9 bölü 2. 4,5. Deməli bunun sahəsi 4,5-dir. Və həmçinin bu düzbucaqlı da onunla eynidir. Bunun da sahəsi 4,5-dir. Gəldik buna. Hündürlüyü 3'tü gördüyünüz kimi. Oturacağı da 3'tür. Yenə 3 vurulsun 3 bölünsün 2. Bunun da sahəsi 4,5'dir. 4,5. Deməli bunun hündürlüyü 3'tür. Oturacağı 1'dir. 3 vurulsun 1 bölünsün 2. Bunun sahəsi olur 1,5. 1,5'dir. 1,5. Gəlin düzgün şəkildə yazaq. 1,5. Sonra deməli bu balacaların sahəsi hündürlüyü 1'dir, oturacağı da 1'dir. 1 vurulsun 1 bölünsün 2. Eləyir 2'də 1, yəni 0,5. Bu da 0,5'dir. Bu da 0,5'dir. Və son olaraq bir dənə böyük qaldı. Bunun da bir tərəfi 2, 4, 6, 7'dir. Bir tərəfi də 2, 4. Yəni 7 vur 4 bölünsün 2. Bir eləyir 14. Bunun da sahəsi nədir? 14. Deməli bunları topluyoruz. 2, bu eləyir 6, üstünə 2 gələndə 8, bu eləyir 9, üstünə 8 gələn 17, bu ikisi eləyir 1, 18, üstünə 18-in 14 gələn eləyir 32, üstünə də 2 gələn eləyir 34. 66-dan 34 çıxıram, qalır 32. Deməli cavabım olacaq 66-da 32. 66 ilə 32 də ixtisar gedir, qalır 33-də 16. Cavabım olur B variantı. Keçid eləyək növbəti sualımıza. Növbəti sualımız 19-cu sual. Deməli, 19-cu sualda necə eləyirik? 19-cu sualda ilk növbədə yenə ağ hissələri tapırıq və ümumi sahədən çıxırıq. Burada deməli, ümumi sahə 2, 4, 6, 8, 10, 12-nin elə 12-yədir. 12 vur 12. 144 ümumi sahədir. 144-dən mən ağ hissənin sahəsini çıxacağam. Ağ hissə deməli. Deməli, bu 4 dənə mən 4də 1 çevrəni birləşdirəndə əmələ gələn figurum tam çevre olur. Tam çevrə. Və radiusu da 4. Radiusu 4-dürsə deməli 4-ün kvadratı vurulsun pi. Pi-ni də 3 verir. 3. Bu eləyir 48. 48-i də mən heç nə eləmirəm. 4 hissəyə parçalasam hərəsindən 12, 12, 12 düşür. Amma 4-ü birdən 48 deyir. Ağ hissələrdən deməli kənarlar getdi. Kənar hissələri hesablarım.
Deməli, bura, 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 bura. Bir dənə qaldı mərkəz. Diqqətlə baxsaq, bu 4 dənə üçbucaq bir-birinə bərabərdir, eyni üçbucaqlardır. Birini hesablayıb digərlərini də tapmaq olar. Deməli, bunun hündürlüyü 3-dür, oturacağı 2. 3 vurulsun 2, bölünsün 2-yə. Deməli, birinin sayısı nə qədər eləyir? 2 ilə 2 ixtisar edir 3. Deməli, bunun sayısı 3-dürsə, bu da 3-dür, bu da 3-dür, bu da 3-dür. Bunların cəmi eləyir 12. Üstə gəlinsin 12. Və son olaraq qaldı bu ağ hissə. Deməli, bunu da tapmaq üçün böyük çevrəni hesablayıram. Radiusu 2-dir. 2-nin kvadratı vurulsun 3. Bu eləyir 12. Çıxıram kiçik çevrəni. Bunun da radiusu 1-dir. 1-in kvadratı vurulsun 3. Bu deyilir 3. 12-dən 3 çıxanda qalır 9. Deməli, bunun da sahəsi nəymiş? 9. 9-u yazdıq. Deməli, onun da üstünə gəldik bunun. Eləyir nə qədər? 69. Aha, 69 ağ hissənin sahəsidir. Ümumi hissənin sahəsi isə nə qədərdir? 144. Deməli, mən 144-dən nə edirəm? Ağ hissənin sahəsini çıxıram. Yəni 144-dən 69-u çıxıram. Qalır 75. Bu da qara hissənin sahəsidir. Qara, ağ və ümumi hissə. İndi qara hissəyə düşən nöqtənin düşmə ehtimalını tapın. Deməli, 75-i, yəni qara hissəni böləcəm ümumi sahəyə 144. Buradan da 3-ə ixtisar gedir və qalır 48-də 25. Cavabım olur B variantı. Növbəti sualımız 20-ci sual. 20-ci sualda deməli, 20-ci sualda yenə biz ümumi sahəni bilməliyik mütləq. Ümumi sahə də deməli uzunu 19-dur, eni 10. 19-u 10-a vuranda 190 eləyir. Və burada ağ hissəyə düşmə ehtimalını soruşur. Ağ hissəni də sayırıq, sahəni hesablayırıq və bölürük 190. Hesablayaq, hərəsi bir sahə vahididir. Yəni hərəsinin sahəsi 1-dir. Görək burada neçə dənə kvadrat var? 3, 4, 7, 8, deyir 11. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Bu ikisi də birləşir, olur 22. 23, 24, 25, 26, 27, 28, 29, 30. Bu ikisi birləşir 31, bu da birləşir 32 dənə. 32 dənə el sözündədir. Sonrasını hesablayaq. Deməli, burada 5 dənə, bu ikisi 7 eləyir, bu 9, 10, 11. Burada da 2 dənə var, 13. Buranı sonra hesablayacaq. Sonra bu 15, bu 17, 18. Bunlar da 2 dənə eləyir. 20, 22, 24, 24, 25, 27, 28, 29, 30, 31, 32, 33, 34. Qaldı deməli bir dənə bunlar. Bunun da deməli hündürlüyü 1, oturacağı 1-dir. 1 vurulsun 1, bölünsün 2. 0,5-dir bunlar. Bax, bununla bu 0,5-dir. Deməli 34 dənə idi. 0,5, 0,5. Bu da eləyir 1, bu eləyir 35. Və son olaraq bir dənə bu qaldı. Bunun da hündürlüyü 2-dir, oturacağı 1. 2 vurulsun 1, bölünsün 2. Bu da eləyir nə qədər? Bunu da özü eləyir 1. Üstünə də 1 gələm, eləyir 36. 36 dənə də kompani sözündədir. Bunları cəmləyəndə eləyir 68. Deməli, 68-i də bölməliyəm 190. Bunlar da deməli 2-yə ixtisar gedir. 95-də 34 alınır. Cavabım olur A.